Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Biz dünənki bəhsimizdə xanımın ərinə itaat etməsi barəsində Əl-Kəfi kitabından bir rivayət oxuduq. Orada yanlışlıqla cildi 15 demişik, 5-ci cilddir. Mübarək Ramazan ayının bugün 25-ci günüdür və artıq geriyə qalır 4-5 gün və mübarək Ramazan ayı, nemətlər və fürsətlər ayı təbii ki, əldən çıxır. Şeyx Sadıqun rahimehullah bir dənə kitabı var. Fadailul Əşhuri Thalathə, yəni 3 ayın fəzilətləri kitabı. Orada orada İmam Sadiqin aleyhissalam belə buyurduğu qeyd olunur. Buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rəsulu belə buyurub, Şəhru Ramadana şəhrullahi azza və cəllə. Ramazan ayı Allahın ayıdır. Və huvə şəhrun yudaifullahu fihil həsənəti və yəmhu fihi səyyiət. Deyir, o elə bir aydır ki, o ayda Allah azza və cəllə həsənələri, yəni yaxşı əməlləri, yaxşılıqları artırır, yəni mükafatını çoxaldır, bir neçə qat artırır. Və yəmhu fihi səyyiət və pisləri, pis işləri, insanların günahlarını, xətalarını məhv edir, yəni silir, aradan aparır. Və huvə şəhrul bərəkəti, və huvə şəhrul inabəti, və huvə şəhrul təvbə. Deyir ki, mübarək Ramazan ayı bərəkət ayıdır, bu inabə ayıdır və tövbə ayıdır, Allaha qayıdış ayıdır. Və huvə şəhrul məğfirə və o bağışlanma ayıdır. Deməli, hətta bu ayda, bu vaxta qədər kimlər bağışlanma diləməyibsə, kimlər özlərini elə aparıb ki, bilirlər ki, bağışlanmayıblar, ümumiyyətlə bağışlanma diləməyiblər və yaxud deyək ki, ümumiyyətlə oruç tutmayıblar, namaz qılmayıblar, Allaha tövbə etməyiblər, Allahın dərgahına qayıtmayıblar və yaxud da tutduqları oruc, necə deyərlər, hədisdə də gəldiyi kimi ac qalmaqdan, susuz qalmaqdan ibarət olubsa, yəni digər günahlardan çəkinməyibsə, günahlarla birlikdə oruc da tutubsa, o adam bundan sonraki günləri nə qədər ki, neçə gün qalıbsa, onu tövbə eləsin və bu ayın bərəkətindən, məğfirətindən istifadə etsin. Çünki buyurulur ki, və huvə şəhrul məğfirə, bu məğfirət ayıdır, bağışlanma ayıdır, bu bərəkət ayıdır, bu tövbə ayıdır. Və huvə şəhru təvbə, bu tövbə ayıdır. Bu ayda gərək tövbə eləyəsən, günah ayı deyil. Allah bu ayda səni halallardan çəkindirib, halalları sənə qadağan edib. O ki, qaldı haramlara, amma adam var ki, elə orucu olduğu halda da başqa günahları da görür. Sonra buyurur ki, və huvə şəhrul itqi, və huvə şəhrul itqi minən nari, o cəhənnəmdən qurtuluş, xilas olma ayıdır. Vəl fəvzi bil cənnəti və cənnəti qazanma ayıdır. Sonra agah edir, tənbih edir, oyadır insanları. Deyir, ələ fəçtənibu fihi kullə haramin. Bu ayda bütün haramlardan çəkinin. Bir dənə harama yer qoymayıb, kullə haramin, bütün haramlardan çəkinin bu ayda. Dediyimiz kimi, bu ay halallardan çəkinmə ayıdır. İctinab etmək ayıdır, o ki, qaldı haramlar olsun. Haramlardan, övləviyyət babından gərək çoxdandan çəkinəsən, heç ağlından belə keçməsin. Və əksiru fihi min tilavətil Qur'an. Bu ayda Qur'an tilavətini çoxaldın. Digər günlərə baxanda daha çox Qur'an oxuyun. Və düşünün, Qur'an adi bir kitab deyil. Qur'anda hətta tarixi qissə də gələndə belə, Həzrəti İbrahim, Həzrəti Nuh, Həzrəti Musa və s. əleyhissalam əcməin peyğəmbərlərin həyatından qissələr gələndə belə onu tarix kimi oxumaq olmaz. Onların həyatlarından ibrət almaq lazımdır. Adicə Yusuf peyğəmbər əleyhissalam quyuya düşməsindən tam Misirin böyüyü olmasına qədər, orada zinakarlıqdan çəkinməsinə qədər nə qədər ibrətlər var. O ibrətləri Qur'anı oxuyub düşünmək lazımdır, təfsirlərinə baxmaq lazımdır, rivayi təfsirlərə, o barədə imamların əleyhissalam buyurduqlarına, o nöqtələrə, incə nöqtələrə fikir vermək lazımdır. Elə belə deyil ki, Qur'an mübarək Ramazan ayında nazil edilib. Ayların ən üstündə, kitabların ən üstünü, sözlərin ən üstünü nazil edilib. Bir uyğunluq var orada, bir tənasüblük var. Mübarək Ramazan ayında insan elə Qur'an-ı Kərimi oxuyub, düşünüb, əməl edib, o cür mübarək ayı yaşamalıdır. وَسَلُوا فِيهِ حَوَائِجَكُمْ. Bu ayda deyir, öz ehtiyaclarınızı istəyin. Nəyə ehtiyacınız var, Allahdan istəyin. وَاشْتَغِلُوا فِيهِ بِذِكْرِ رَبِّكُمْ. Rəbbinizin zikri ilə məşğul olun. Düzdür, yatmaqdır, nəfəs almaqdır, ibadətdir, təsbihdir, bunlar da öz yerində. Amma yatmaq ayı deyil.
Buyurulmur ki, bu ay şəhrun naum və huvə şəhrun naum, bu yatmaq ayıdır. Xeyr, yatmağa da Allah Azza və Cəllə mübarəkliyi var deyə ona görə də savab verər. Amma bu ay nə ayıdır? Rəbbinizi zikr edin. Necə ki, Quran buyurur ki, zikr etməklə qəlblər aramlıq tapar. Zikr edin Rəbbinizi. Bu zikr etmək bir yandan da insanı dilin digər günahlarından qoruyur. Məsələn, zikr eləyən insan artıq mübarək Ramazan ayında qeybət eləmir. Çünki qeybət eləməyə vaxt yeri yoxdur. Zaten dili məşğuldur zikirlə. Bir dillə bir şey demək olar da, 3 dənə, 4 dənə şey demək olmaz ki, o nə edir? Başlayır zikr etməyə. O dilini zikirlə məşğul etdikcə digər məsələlərə yer qalmır. Bekar qalanda da bir anlıq insan qəflət edir, yadından çıxanda da mümkün deyil ki, insan elə hər ləhzə zikr etsin. Hər saniyə bir dənə zikr demək olmur. İnsanın bəzən qəflət edir, bəzən başı qarışır, bəzən başqa işlə məşğul olur. Onun artıq həmin anda da dilinə günah gəlmir. Niyə? Çünki o qədər adət eləyib ki, artıq onun mələkəyə çevrilib onun üçün. Zehnində qalıb ki, bu dili zikrə həsr eləmişəm. Olmaz ki, mən bir saat bundan qabaq zikr edirdim. Məsələn, küçədə gedə-gedə zikr edir, bazarlıq eləməyə gedir. Gedə-gedə zikr eləyir, artıq bir anlıq qəflət onu tutanda, zikirdən yayınanda və yaxud başqasıyla söhbət eləyəndə yenə də onun günahı, zehninə günah etmək gəlmir. Yenə də dində qeybət, başqa şey gəlmir. Niyə? Çünki Allahdan həya eləyir. Bir qədər əvvəl Allahın zikri ilə məşğul idi. Sonra buyurur ki, وَلَا يَكُونَنَّ شَهْرُ رَمَضَانَ عِنْدَكُمْ كَغَيْرِ مِنَ الشُّهُورِ كَغَيْرِهِ مِنَ الشُّهُورِ La ilahe illallah. Mübarək Ramazan ayı sizin üçün deyir, başqa aylar kimi olmasın. Ramazan ayı sizin yanınızda başqa aylar kimi olmasın. Başqa aylar kimi mübarək Ramazan ayını bir tutma. Digər aylarda necə çəkinmirsən, necə Allaha tərəf üst tutmuşsan, mübarək Ramazan ayında bu əhvalı çoxaltmaq lazımdır. فَإِنَّ لَهُ عِنْدَ اللّٰهِ حُرْمَةً وَفَضْلًا عَلَى سَائِرِ الشُّهُورِ Deyir ki, həqiqətən də bu ay üçün Allah yanında xüsusi ehtiram var və digər aylardan üstünlük var. Ona görə də bu ayın əməlləri belə digər ayın əməllərindən üstündür. Bir gecəsi var ki, 1000 aydan üstündür. 1000 gecədən yox, 1000 aydan üstündür hətta. Elə bir ay ki, orada 30 dənə gecə var məsələn. Ondan üstündür Qədir gecəsi. Bir ay oxusan, bütün Quranı oxumuş kimisən məsələn. Hətta yeri gəlmişkən, oruç tutanın savabı qədər iftar verənin savabı var. Əl-Kəfi kitabında cild 4 səhifə 68-də İmam Sadiq əleyhissalam buyurur ki, Mən fattara saimən fələhu mislu əcrihi. Hər kim bir oruç tutana iftar versə, onun əcri qədər savabı var. Yəni ona necə əcr verərlər, oruç tutan şəxsə savab verərlər, o miqdarda ona iftar verənə də savab verərlər. Və qayıdıram yenə həmin Şeyx Sadiqun Rahiməhullah 3 ayın fəzilətləri kitabında həmin hissəni tamamlayım və buyurur ki, وَلَا يَكُونَنَّ شَهْرُ رَمَضَانَ يَوْمُ سَوْمِكُمْ كَسَوْمِ فِطْرِكُمْ Deyir ki, Ramazan ayı, oruç gününüz, oruç tutduğunuz Ramazan ayı sizin üçün oruç tutmadığınız günlər kimi olmasın. Yəni sıradan bir gün olmasın. Haramlar ki, heç digər aylarda da insan haramdan çəkinməlidir. Möminlər digər aylarda haramdan çəkinməlidir. Amma digər aylarda insan necə haramdan çəkinir? Ola bilər məkruhu yerinə yetirir. Amma mübarək Ramazan ayında məkruhdan da çəkin. Ola bilər sən adi aylarda məsələn müstəhəblərə çox əhəmiyyət vermirsən. Amma mübarək Ramazan ayında mümkün qədər müstəhəblərə də fikir ver. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.